Heç bir derdim yokmuş kimi. Bir de onu sevdim. Halbuki kimse girebilmez. Yazıp asmıştım yüreğimin kapısına. O geldi, yüreğimin tam ortasına oturdu. Güldü ve dedi ki, ben okuma yazma bilmirəm. Gel ki bir gülüşü vardı. Kəpənək görsə ömrü uzanardı. Elə gözəl gülürdü ki, onu sevməyə məcbur hiss edirdim özümü. O, xoşbəxtlik nədir sualına milyon dəfə cavabımdır. Onunla göz gözə gələndə məni tərk edənlər olurdu. Misal üçün, ağlım gedirdi. Balaca uşaq kimi idi. Gəldi, dağıtdı, getdi. Verdiği xoşbəxtlik boğazımda qalmışdı. Bəlkə də onun üçün kürəyimdən vurdu. Təcili yardım maşınının siqnal səsi kimi idi gedişi. Yol verməkdən başqa çarəm yox idi. Gec də olsa anlayıram ki, ruhunu itirmiş bir insanda yaşamaq eşqini axtarmaq mənasızdır. Və anlayıram ki, satılmış sevgilərin icarəyə verildiyi bu şəhərdə əsl sevgi nədir? Bilənlər baş rolda yalnızlığı oynamağa məcbur ediliblər. Və bir də anlayıram ki, sevmək ölməkmiş. Mən də sevirdim axı, ölmədən öncə. Əvvəllər deyərdim ki, dünyada bir mən varam. Sonra onu sevdim. O zamanda məndə bir dünya var deyirdim. Sonra o getdi. İndi aziz, qorxaq, gücsüz hisslərimin arasında bir cümlə qururam. Nə dünya var, nə mən varam. İndi özümü oğlunu velosiped ala bilmədiyi üçün səhərəcən içib 5 velosipetin pulunu içkiyə verən köhnə türk kinolarındakı ata kimi hiss edirəm. Özümə təsəlli verməklə keçinirəm. Öz-özümə deyirəm ki, onsuz da insanların az bir qismi xoşbəxt, bir o qədəri də bədbəxtdir. Geridə qalanlar isə xoşbəxt kimi görünən əsl bədbəxtlərdir. Mən də onlardan biriyəm. Üzmə özünü, deyirəm özümə. Ən azından hər kəslə xəyal qurmaq olmaz. Onu öyrəndim deyirəm. Ümid et ki, hər şeyə rəğmən hər şey yaxşı olacaq. Axı ümidsizlik insan övladının özünə qarşı hazırlaya biləcəyi sui-qəsdlərin ən qorxuncudur. Axı ümidsizlik mənəvi intihardır deyirəm. Düzdür, hal-hazırda edam cəzası almış birinin məhkəmə zalında askırmasına sağlam ol demək kimidir bəzi bütlərim. Düzdür, istirab və az çəkmək geniş bir ağla, dərin duyğulara sahib olan insanlar üçün bir məcburiyyətdir. Mən bunu bilirəm. Bilirəm ki, həyat heç vaxt acını, dərdi unutturmaz. Sadəcə insan yaşadıqlarına öyrəşər. Bəlkə də bu səbəbdən ümid etməyə çalışıram ki, hər şey yaxşı olacaq. Bəlkə də illər sonra qarşılaşarıq. O zaman bir-birimizin yanından keçəndə ikimiz də deyəcəyik ki, bu yad insan necə də çox bənzəyir xatirələrimə. Heyf ki ayrıldıq. Yetim qaldı xəyallarımızdakı uşaqlar. Köhnə SMS-lərə rast gəldim telefonumda. Nə olur olsun, amma nə olursa olsun, səni heç vaxt buraxmaram yazılmış, vicdansız. Bilirsiniz, ən ağırlı acı sənin olmayan birinin xəyalları ilə nəfəs almaqdır. Hər şeyin bildiyin kəsi itirmək həmişə ağır olub. Xüsusilə də o, ölüm olsa da səndən ayrılmayacağına söz vermişsə, nə bilmək, o, dalaşmayaq deyə uzatmadığım söhbətlərin Allah bəlasını versin. Nəysə ki, hər şeyim sən deyə hər şeyimi alıb getdi. İndi ona başqası toxunur. Mənə isə mahnılar.